Bugünkü mövzumuz qız uşaqlarının makyaj edilməsi, onlara qadınsı geyimlərin geyindirilməsi və sair fiqurların onlara yüklənməsi ilə bağlı olacaqdır. Aparılan son araşdırmalara görə qızların bu şəkildə geyindirilib makyaj edilməsi və sosial şəbəkələrdə paylaşılması uşaq istismarını və pedofil riskini daha da çoxaldır. Məşhur Rus yazıcısı Nabokovun əsərindən sonra Lolita deyə bir qavram formalaşmışdı. Bu yetişkin qız anlamını verir. Bu qavram əvvəllər 16-17 yaşlı qızlara aid edilirdisə, hal-hazırda bu yaş 8-12 yaşına qədər düşübdür. Əziz valideynlər, qızlarınızı yaşına uyğun geyindirin, onları makyaj etməyin. Onlara görüntüləri ilə deyil, zəkaları ilə, öz doğal, təbii obrazları ilə, bilgiləri ilə və insanlığı ilə öndə olmağı öyrədin.